Biz ondan sonra xalqının üstünə göydən heç bir qoşun göndərmədik və heç göndərən də deyildik. Onları məhv edən ancaq dəhşətli bir səs oldu. Onlar birdən sönüb getdilər. Vay bu qulların halına! Onlara elə bir elçi gəlməyib ki, ona istehza etməsinlər. Məyər onlar özlərindən əvvəl neçə-neçə nəsilləri məhv etdiyimizi və onların bir daha geriyə bunların yanına qayıtmadığını görmürlərmi? Hamısı bir yerdə bizim hüzurumuza gətiriləcəklər. Ölü torpaq onlar üçün bir dəlildir. Biz onu yağışla dirildir, oradan taxıl çıxardırıq. Onlar da ondan yeyirlər. Biz orada xurma bağları və üzümlüklər yaratdıq. Bulaqlar qaynadıb çıxartdıq ki, onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən yesinlər. Bəs onlar şükür etməyəcəklərmi? Yerin bitirdiklərindən, insanların özlərindən və bilmədiklərindən bütün cütləri yaradan Allah pakdır, müqəddəsdir. Gecə də onlar üçün bir dəlildir. Biz gündüzü ondan ayırıb çıxaran kimi onlar zülmət içində qalırlar. Günəş də özünün qaldığı yerə axıb gedir. Bu, qüdrətli, bilən Allahın əzəli hökmüdür. Ay üçündə mənzillər müəyyən etmişik. Nəhayət, o tədricən dönüb xurma ağacının qurumuş budağı kimi əyri olur. Nə günəş aya çatar, nə də gecə gündüzü keçə bilər. Onların hər biri öz orbiti ilə üzüb gedir. Onların nəslini yüklü gəmidə daşımağımız da onlar üçün bir dəlildir. Biz onlar üçün buna bənzər daha neçə-neçə minik vasitələri yaratdıq. Əgər istəsək, onları suya qərq edərik. Onda nə onların imdadına çatan olar, nə də onlar xilas ola bilərlər. Yalnız bizim onlara rəhm etməyimiz və onlara müəyyən edilmiş vaxtadək gün güzaran nəsib etməyimiz istisnadır. Onlara özünüzdə olan və arxanızca gələn əzabdan qorxun ki, bəlkə sizə rəhm oluna deyildikdə üç çevirirlər. Onlara öz Rəbbinin ayələrindən elə bir ayə gəlmir ki, ondan üz döndərməsinlər. Onlara Allahın sizə verdiyi ruzidən sərf edin deyildikdə, kafirlər möminlərə deyirlər. Allahın istədiyi təqdirdə yedirdəcəyi kimsəni biz mi yedirdəcəyik? Siz ancaq açıq aydın azğınlıq içindəsiniz. Onlar, əgər doğru deyirsinizsə, bu vəd nə vaxt olacaq deyə soruşurlar. Onlar sadəcə olaraq bir-birləri ilə höcətləşərkən özlərini yaxalayacaq bir tük ürpədici səsi gözləyirlər. Onlar nə bir vəsiyyət etməyə qadir olacaq, nə də ailələrinin yanına qayıda biləcəklər. Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar. Onlar deyəcəklər, vay halımıza, bizi yatdığımız yerdən kim qaldırdı? Bu, mərhəmətli Allahın vəd etdiyi qiyamətdir. Elçilər doğru deyirlərmiş. Bircə dəhşətli səs qopan kimi onların hamısı hüzurumuza gətiriləcəklər. Bugün heç kəsə heç bir haqsızlıq edilməyəcəkdir. Sizə ancaq etdiyiniz əməllərin əvəzi veriləcəkdir. Həqiqətən də cənnət əhli həmin gün nemətlər içində keyf çəkəcək. Onlar zövcələri ilə birlikdə
kölgəliklərdə taxtlara söykənəcəklər. Orada onlar üçün meyvələr və istədikləri hər şey vardır. Üstəlik, rəhimli Rəbb onlara salam deyəcək. Bugün möminlərdən ayrılın, ey günahkarlar! Ey Adəm övladları! Məyər mən sizə buyurmadımmı ki, şeytana ibadət etməyin? O sizin açıq-aydın düşməninizdir. Mənə ibadət edin. Doğru yol budur. Artıq şeytan içərinizdən bir çoxlarını yoldan çıxartmışdır. Məyər dərk etmirdiniz? Bu, sizə vəd edilmiş cəhənnəmdir. Kafir olduğunuza görə bugün orada yanın. Bugün onların ağızlarına möhür vurarıq. Qazandıqları günahlar barəsində onların əlləri bizimlə danışar. Ayaqları da şəhadət verər. Əgər istəsəydik, onların gözlərini kör edərdik və onda onlar düz yolla getməyə çalışardılar. Amma necə görə bilərdilər? Əgər istəsəydik, onları yerlərindəcə elə eybəcər hala salardıq ki, nə irəli gedə, nə də geri qayıda bilərdilər. Kimə uzun ömür veririksə, onu xilqətcə tərsinə çeviririk. Məyər başa düşmürlər? Biz Muhammədə şeir öyrətmədik. Bu ona heç yaraşmaz da. Bu ancaq öyüd nəsihət və aydın Qur'andır ki, diri olanları qorxutsun və kafirlər barəsindəki söz gerçəkləşsin. Məyər onlar görmürlər ki, biz onlardan ötürü sahib olduqları malqaranı öz əllərimizlə yaratmışıq? Bəzilərindən minik kimi yararlansınlar və bəzilərində yesinlər. Bunlarda onlar üçün başqa mənfəətlər və içiləcək süd də vardır. Yenə də şükür etməyəcəklərmi? Bir çarə tapmaları üçün müşriklər Allahdan başqa məbudlar qəbul etdilər. Amma məbudlar onlara heç bir kömək edə bilməzlər. Hərçəndir ki, onlar bunlar üçün hazır durmuş əskərlərdir. Onların sözü səni kədərləndirməsin. Şübhəsiz ki, biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkar etdiklərini bilirik. Məyər insan onu nütfədən yaratdığımızı görmür? Budur, o indi açıq-aşkar mübahisə edir. O bizə bir məsəl çəkdi, lakin yaradılışını unutdu. O dedi, çürümüş sümükləri kim dirildə bilər? De ki, onları ilk dəfə yaradan özü onları dirildəcəkdir. O, hər bir məxluquna yaxşı bələddir. O, sizin üçün yaşıl ağacdan od əmələ gətirdi. Budur, siz indi ondan od yandırırsınız. Göyləri və yeri yaradan, onların eynisini yenidən xəlq etmək qüdrətinə malik olmazmı? Şübhəsiz ki, o, yaradandır, biləndir. Bir şeyi yaratmaq istədikdə, ona təkcə ol deyər, o da olar. Əlində hər şeyin hökmü olan Allah pak və müqəddəsdir. Siz ancaq onun hüzuruna qaytarılacaqsınız. Əs-Saffat, Səf-səf duranlar surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. And olsun göylərdə və yerdə səf-səf duranlara, imansızları qətiyyətlə qovanlara və zikri oxuyanlara. Həqiqətən sizin məbudunuz təkdir. O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir. Biz dünya səmasını parlaq ulduzlarla bəzədik və onu
hər bir asi şeytandan mühafizə etdik. Onlar artıq ali topluma, mələklərin söhbətlərinə qulaq asa bilməzlər və hər tərəfdən üstlərinə yandırıb yaxan alovlar yağdırırlar və oradan qovularlar. Onları uzun sürəcək bir əzab gözləyir. Lakin şeytanlardan hər kim o söhbətlərdən bir söz qapıb qaçarsa, onu yandırıb yaxan parlaq bir alov təqib edər. Kafirlərdən soruş ki, onları yaratmaq çətindir, yoxsa bizim başqa yaratdıqlarımızı, biz ki onları yapışqan kimi palçıqdan yaratdıq. Sən onlara təəccüb edirsən, onlar isə səni ələ salırlar. Onlara xatırlatdıqda düşünüb ibrət almırlar. Bir möcüzə gördükdə isə ona istihza edir və deyirlər: bu ancaq açıq-aydın bir sehirdir. Məyər biz öldükdən, sürsümük olub torpağa çevrildikdən sonra dirildiləcəyikmi? Ya da atalarımız mı dirildiləcəklər? De ki, bəli, özü də zəlil günə qalmış olduğunuz halda dirildiləcəksiniz. Bu, təkcə dəhşətli bir səs olacaq və onlar qəfildən dirilib görməyə başlayacaqlar. Günahkarlar deyəcəklər: vay halımıza! Bu ki, haqq hesab günüdür. Onlara deyiləcək: bu, yalan saydığınız fərqləndirmə günüdür. Mələklərə belə əmr olunacaq: toplayın bir yerə zalımları, onların yoldaşlarını və ibadət etdiklərini Allahdan başqa. Onları cəhənnəm yoluna yönəldin, onları dayandırın, çünki onlar sorğu-sual olunacaqlar. Günahkarlara deyiləcək: sizə nə olub ki, bir-birinizə kömək etmirsiniz? Bəli, onlar bugün baş əyəcəklər. Onlar bir-birinə üz tutub soruşacaqlar. Tabe olanlar deyəcəklər: siz bizim yanımıza sağ tərəfdən gəlirdiniz. Başçılar deyəcəklər: xeyr, siz inanan adamlar deyildiniz. Bizim sizin üzərinizdə heç bir hökmranlığımız da yox idi. Xeyr, siz özünüz həddi aşmış adamlar idiniz. Rəbbimizin sözü bizim barəmizdə həqiqətə çevrildi. Biz əzabı hökmən dadacağıq. Biz sizi azdırdıq, çünki biz özümüz də azmış adamlar idik. Şübhəsiz ki, həmin gün onlar əzaba şərik olacaqlar. Həqiqətən biz günahkarlarla belə rəftar edəcəyik. Çünki onlara Allahdan başqa ibadətə layiq olan məbud yoxdur deyildikdə təkəbbür göstərir və deyirdilər: məyər bir məcnun şairə görə məbudlarımızı tərk edəcəyik? Xeyr, o haqqı gətirdi və əvvəlki peyğəmbərləri təsdiqlədi. Siz mütləq ağrılı-acılı əzabı dadacaqsınız. Siz ancaq etdiyiniz əməllərin cəzasını alacaqsınız. Lakin Allahın seçilmiş ixlaslı qulları müstəsnadılar. Məhz onlar üçün müəyyən bir ruzu vardır. Cənnət meyvələri. Onlara ehtiram göstəriləcəkdir. Nəyin bağlarında? Onlar taxtlar üstündə bir-biri ilə üzbəyüz oturacaqlar. Onlar üçün çeşmə şərabı ilə dolu piyalələr dolandırılacaqdır. Özü də ağappaq, içənlərə ləzzət verən bir şərab.
O şərab nə baş ağrısı verər, nə də ondan məst olarlar. Onların yanında baxışları öz ərlərinə dikilmiş, iri qara gözlü hurilər olacaqdır. Özü də qorunub saxlanılmış yumurta kimi hurilər. Onlar bir-birlərinə tərəf dönüb soruşacaqlar. Onlardan biri deyəcək, mənim bir yoldaşım var idi, o deyirdi, sən də inananlardansan, məyər biz öldükdən, torpağa çevrilib sürsümük olduqdan sonra haqq hesaba çəkilib cəzalandırılacağıq? O sözünə davam eləyib deyəcək, siz onun harada olduğunu görmək istəyirsinizmi? O boylanıb yoldaşını cəhənnəmin ortasında görəcək və deyəcəkdir. Allaha and olsun ki, sən məni də məhv edəcəkdin. Əgər Rəbbimin lütfi olmasaydı, mən də cəhənnəmə gətirilənlərdən olardım. Doğrudanmı biz bir daha ölməyəcəyik? İlk ölümümüzdən başqa. Doğrudanmı biz heç vaxt əzaba düçar olmayacağıq? Həqiqətən bu, böyük uğurdur. Qoy çalışanlar bunun üçün çalışsınlar. Ziyafət üçün bu yaxşıdır, yoxsa zəqqum ağacı? Biz onu zalimlar üçün bir sınaq etdik. O, cəhənnəmin lap dibindən bitib çıxan bir ağacdır. Onun meyvəsi şeytanların başları kimidir. Günahkarlar ondan yeyib, qarınlarını dolduracaqlar. Sonra da üstündən onları qaynar su ilə qatışdırılmış bir içki gözləyir. Sonra onlar mütləq cəhənnəmə qaytarılacaqlar. Həqiqətən onlar ata-babalarını azmış gördülər. Özləri də tez tələsik onların izini tutub getdilər. Həqiqətən onlardan öncə əvvəlki nəsillərin çoxu zəlalətə düşmüşdü. Biz onlara xəbərdar edən peyğəmbərlər göndərmişdik. Bax, gör xəbərdar edilənlərin aqibəti necə oldu? Yalnız Allahın seçilmiş səmimi qullarından başqa. Nuh bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik. Biz onu və ailəsini böyük sıxıntıdan qurtardıq. Təkcə onun nəslini qoruyub saxladıq. Sonra gələnlər arasında onun üçün gözəl xatirə qoyduq. Aləmlər içərisində Nuha salam olsun. Həqiqətən biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən o, bizim mömin qullarımızdandır. Sonra o birlərini suya qərq etdik. Həqiqətən İbrahim onun ardıcıllarından idi. Bir zaman o, öz Rəbbinin yanına pak bir qəlblə gəldi. Onda o, öz atasına və qövmünə dedi, siz nəyə sitayiş edirsiniz? Allahı qoyub uydurma məbudları mı diləyirsiniz? Aləmlərin Rəbbi barəsində nə düşünürsünüz? O, ulduzlara bir nəzər salaraq, mən xəstəyəm, dedi. Onlar ondan üç çevirib çıxıb getdilər. O, xəlvətcə onların məbudlarının yanına gəlib istehza ilə dedi, siz bu təamları yemirsiniz? Sizə nə olub ki, danışmırsınız? Sonra onlara yaxınlaşıb, sağ əli ilə bir zərbə indirdi. Bütpərəstlər tələsik onun yanına gəldilər. O dedi, siz yonub düzəltdiklərinizə mi sitayiş edirsiniz? Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır. Onlar dedilər, bundan ötürü bir bina tikin və onu orada odlayın. Onlar İbrahimə hiylə qurmaq istədilər. Biz də onları rüsvay etdik. O dedi, siz yonub düzəltdiklərinizə mi sitayiş edirsiniz? Axı sizi də, sizin düzəltdiklərinizə də Allah yaratmışdır. Onlar dedilər, bundan ötürü bir bina tikin və onu orada odlayın. Onlar İbrahimə hiylə qurmaq istədilər. Biz də onları rüsvay etdik.
mən Rəbbimə doğru gedirəm, o məni doğru yola yönəldəcəkdir. O dedi, ey Rəbbim, mənə əməli salihlərdən olan övlad bəxş et. Biz də onu həlim xasiyyətli bir oğlan uşağı ilə müjdələdik. O, böyüyüb atası ilə bərabər çalışmaq həddinə çatdıqda, İbrahim dedi, oğlum, yuxuda gördüm ki, səni qurban kəsirəm. Bax, gör, nə düşünürsən? O dedi, atacan, sənə buyrulanı yerinə yetir. Allah qoysa mənim səbirlilərdən olduğumu görəcəksən. Hər ikisi Allahın əmrinə tabe olduqları və İbrahim onu üzüstə yerə yıxdığı zaman biz onu çağırıb dedik, ey İbrahim, artıq sən yuxunu təsdiq etdin. Biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən də bu, açıq-aydın bir imtihandır. Biz onun əvəzinə böyük bir qurbanlığı fidyə verdik. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq. İbrahimə salam olsun. Həqiqətən biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən o, bizim mömin qullarımızdandır. Ona əməli salihlərdən olacaq bir peyğəmbər, İshaq ilə də müjdə verdik. Biz ona və İshaqa bərəkət verdik. Hər ikisinin nəslində yaxşı iş görənləri də var, açıq-aydın özünə zülm edənləri də. Biz Musa ilə Haruna da nemət bəxş etdik. Onların hər ikisini və tayfalarını böyük sıxıntıdan qurtardıq. Onlara kömək göstərdik və onlar qalib gəldilər. Hər ikisinə aydın bir kitab verdik. Hər ikisini də doğru yola yönəltdik. Sonradan gələnlər arasında hər ikisinə gözəl xatirə qoyduq. Musaya və Haruna salam olsun. Həqiqətən biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən onların ikisi də bizim mömin qullarımızdandır. Şübhəsiz ki, İlyas da elçilərdəndir. Bir zaman o öz qövmünə demişdi, məyər qorxmursunuz? Siz yaradanların ən yaxşısını qoyub, niyə belə yalvarırsınız? Həm sizin Rəbbiniz, həm də əcdadlarınızın Rəbbi olan Allahı mı tərk edirsiniz? Onlar onu yalançı saydılar. Ona görə də hamısı cəhənnəmə gətiriləcəkdir. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa. Sonradan gələnlər arasında ona gözəl xatirə qoyduq. İlyasinə salam olsun. Həqiqətən biz yaxşı iş görənləri belə mükafatlandırırıq. Həqiqətən o bizim mömin qullarımızdandır. Şübhəsiz ki, Lut da elçilərdəndir. Bir zaman biz onu və bütün ailəsini xilas etdik. Yalnız geridə qalanların içində olan yaşlı bir qadından başqa. Sonra da o birilərini yerli-dibli yox etdik. Siz həm səhər çağı onların yanından keçirsiniz, həm də axşam çağı. Məyər anlamırsınız? Yunus da həqiqətən elçilərdəndir. Bir zaman o yüklü bir gəmiyə tərəf qaçdı. Başqaları ilə birlikdə püşk atdı və uduzanlardan oldu. O, qınanmağa layiq olduqda balıq onu uddu. Əgər o, Allaha tərif deyənlərdən olmasaydı, balığın qarnında qiyamət gününə qədər qalardı. O, halsız olduğu vəziyyətdə onu sahilə çıxartdıq. Onun başı üstündə balqabaq tağı bitirdik.
Biz onu 100 mindən də daha çox adama peyğəmbər göndərdik. Onlar ona iman gətirdilər. Biz də onlara müəyyən vaxtadək firavanlıq nəsib etdik. Kafirlərdən soruş, nəyə görə qızlar sənin Rəbbinin, oğlanlar isə onların olmalıdır? Yoxsa biz mələkləri dişi yaratmışıq və onlar da buna şahid olublar? Həqiqətən onlar yalan uydurub deyirlər. Allah doğmuşdur. Şübhəsiz ki, onlar yalancıdırlar. Məyər Allah qızları oğlanlardan üstünmü tutmuşdur? Sizə nə olub? Bu necə mühakimədir yürüdürsünüz? Məyər düşünüb ibrət almayacaqsınız? Yoxsa sizin aydın bir dəliliniz vardır? Əgər doğru deyirsinizsə, kitabınızı gətirin. Onlar Allahla cinlər arasında qohumluq olduğunu uydurdular. Həqiqətən cinlər onların cəhənnəmə gətiriləcəyini bilirlər. Allah onların ona aid etdikləri sifətlərdən uzaqdır. Yalnız Allahın seçilmiş səmimi qullarından başqa. Ey müşriklər! Nə siz, nə də sizin tapındıqlarınız heç kəsi Allaha qarşı yoldan çıxara bilməzsiniz. Ancaq cəhənnəmə girəcək kimsədən başqa. Mələklər dedi, bizlərdən hər kəsin müəyyən bir yeri vardır. Həqiqətən biz səhv-səhv dururuq. Həqiqətən biz Allahın şəninə təriflər deyirik. Müşriklər deyirdilər, əgər bizdə də əvvəlkilərdə olan zikirdən olsaydı, biz mütləq Allahın seçilmiş səmimi qulları olardıq. Lakin onlar onu inkar etdilər. Onlar tezliklə biləcəklər. Bizim elçi göndərdiyimiz qullarımız haqqında bu sözümüz əzəldən deyilmişdi. Həqiqətən onlara kömək göstəriləcəkdir. Bizim əskərlərimizin mütləq qələbəsi labüddür. Sən bir müddət onlardan üç çevir. Onlara bax, onlar tezliklə əzabı görəcəklər. Onlar əzabımızın tezliklə gəlməsini mi istəyirlər? Əzab onların yurdlarına endiyi zaman, qorxudulanların sabahı necə də pis olacaq. Sən bir müddət onlardan üç çevir. Onlara bax, onlar tezliklə əzabı görəcəklər. Qüdrət sahibi olan Rəbbin pakdır. Müşriklərin ona aid etdikləri sifətlərdən uzaqdır. Elçilərə salam olsun. Aləmlərin Rəbbi olan Allaha həmd olsun. Sad surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Sad. Öyüd nəsihətlə dolu Qur'ana and olsun. Kafirlər təkəbbür və nifaq içindədirlər. Biz onlardan öncə də neçə-neçə nəsilləri məhv etmişik. Onlar yalvarıb imdad diləyirdilər. Lakin artıq qurtulma vaxtı keçmişdi. Öz aralarından onlara xəbərdarlıq edən bir peyğəmbər gəldiyinə təəccüb edərək kafirlər dedilər, bu yalançı bir sehirbazdır. O bütün məbudları bir məbud mu etdi? Həqiqətən bu əcaib bir şeydir. Onların adlı sanlı adamları çıxıb gedərək dedilər, gedin öz məbudlarınızla səbrlə davranın. Doğrusu, bu sizdən istənilən bir şeydir. Biz bunu axırıncı dində də eşitməmişik. Bu, uydurmadan başqa bir şey deyil. Məyər içimizdən təkcə ona mı zikr vəhiy edilmişdir? Xeyr, onlar mənim zikrimə şək gətirirlər. Xeyr,
onlar mənim əzabımı hələ dadmayıblar. Yoxsa sənin qüdrətli və bəxşedən Rəbbinin rəhmət xəzinələri onlardadır? Ya da göylərin, yerin və onların arasında olanların üzərində hakimiyyət onlara mı verilmişdir? Qoy onda istənilən yolla göyə qalxsınlar. Bu ordu da əvvəlki əlbir dəstələr kimi darmadağın ediləcəkdir. Onlardan əvvəl Nuh qövmü, Ad və dirəklər sahibi Firon da elçiləri yalançı saymışdılar. Həmçinin Səmud, Lut qövmü və Əykə əhli də. Bunlar əlbir dəstələr idi. Hər biri elçiləri yalançı hesab etdi və mənim cəzam da gerçəkləşdi. Onlar qarşısı alınmaz təkcə bir tükürpədici səsi gözləyirlər. Onlar istehza edərək, ey Rəbbimiz, bizim payımızı hesablaşma günü gəlməmişdən əvvəl tezliklə ver, dedilər. Onların dediklərinə səbr et və qüdrətli qulumuz Davudu yadına sal. O, daim Allaha üst tutardı. Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər. Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üst tutardı. Biz onun mülkünü möhkəmləndirdik, özünə də hikmət və düzgün qərar çıxartmaq qabiliyyəti bəxş etdik. Davudun yanında çəkişənlərin xəbəri sənə gəlib çatdımı? O zaman onlar divarı aşıb məbədə girdilər. Onlar Davudun yanına daxil olduqda, Davud onlardan qorxdu. Onlar dedilər, qorxma, biz iki iddiaçıyıq. Birimiz digərinin haqqını tapdalamışdır. Aramızda ədalətlə hökm ver. Haqsızlıq etmə və bizə düz yolu göstər. Bu mənim qardaşımdır. Onun 99 qoyunu, mənim isə bircə qoyunum vardır. Bununla belə, onu mənə ver, dedi və mübahisədə mənə üstün gəldi. Davud dedi, o sənin qoyununu öz qoyunlarına qatmaq istəməklə sənə qarşı haqsızlıq etmişdir. Həqiqətən şəriklərin çoxu bir-birinin haqqını tapdalayar. Yalnız iman gətirib yaxşı işlər görənlərdən başqa. Onlar isə çox azdırlar. Bunları dedikdən sonra Davud bizim onu sınağa çəkdiyimizi yəqinləşdirərək Rəbbindən özünün bağışlanmasını dilədi və səcdiyə qapanıb tövbə etdi. Biz bunu ona bağışladıq. Həqiqətən o bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır. Ey Davud, biz səni yer üzündə xəlifə təyin etdik. Elə isə insanlar arasında ədalətlə hökm ver. Nəfsin istəyinə uyma, yoxsa o səni Allahın yolundan azdırar. Həqiqətən Allahın yolundan azanları hesablaşma gününü unutduqları üçün şiddətli bir əzab gözləyir. Biz göyü, yeri və onların arasındakılarını nahaq yerə xəlq etməmişik. Bu kafirlərin zənnidir. Vay o kafirlərin oddakı halına. Biz heç iman gətirib, yaxşı işlər görənləri, yer üzündə fitnə fəsad törədənlərə tay tutarıqmı? Ya da Allahdan qorxanları, günahkarlara tay tutarıqmı? Bu mübarək kitabı insanların onun ayələrini düşünüb anlaması və ağıl sahiblərinin də ondan ibrət götürməsi üçün sənə nazil etdik. Biz Davuda Süleymanı bəxş etdik.
O necə də gözəl qul idi. Daima Allaha üz tutardı. Bir dəfə axşam çağı ona 3 ayağı üstündə durub, bir ayağının dırnağını yerə vuran çapar atlar göstərildi. Süleyman dedi, mən günəş üfüqdə batana dək nemətə olan məhəbbəti Rəbbimi zikr etməkdən üstün tutdum. Atlar məni əsr namazından yayındırdı. Süleyman, onları yanıma qaytarın, dedi. O, atların qıçlarını və boyunlarını vurmağa başladı. Biz Süleymanı sınağa çəkib taxtının üstünə cansız bir cəsəd atdıq. Sonra o, tövbə edib qayıtdı. O dedi, ey Rəbbim, məni bağışla və mənə elə bir səltənət ver ki, məndən sonra heç kimə nəsib olmasın. Həqiqətən sən bəxş edənsən. Biz də onun əmri ilə istədiyi yerə sakitcə əsən küləyi ona ram etdik. Həmçinin şeytanlardan olan müxtəlif nəqşlər vuran bənnaları, dalğıcları və başqalarını da zəncirlənmiş halda ona tabe etdik. Və buyurduq, bu bizim hədiyyəmizdir. Bunlardan istədiyinə versən də, verməsən də səndən haqq hesab tələb olunmayacaqdır. Həqiqətən o bizə yaxın olanlardandır və onun üçün gözəl qayıdış yeri hazırlanmışdır. Qulumuz Əyyubu da yada sal. Bir zaman o öz Rəbbinə yalvarıb demişdi, şeytan mənə bəla və əzab toxundurmuşdur. Biz ona dedik, ayağını yerə vur. Budur yuyunmaq və içmək üçün sərin su. Bizdən bir mərhəmət və ağıl sahiblərinə bir ibrət olsun deyə, ona ailəsini yenidən və üstəlik bir o qədər də əlavə övlad bəxş etdik. Biz ona dedik, əlinə bir dəstə çubuq götür və onunla arvadını vur. Andını pozma. Həqiqətən biz onu səbr edən gördük. Necə də gözəl qul idi. O, daima Allaha üz tutardı. Qüdrət və bəsirət sahibi olan qullarımız İbrahimi, İshakı və Yəqubu da yada sal. Biz onları axirət yurdunu sadiq ürəklə andıqlarına görə seçdik. Həqiqətən onlar bizim yanımızda seçilmiş ən yaxşı kimsələrdəndirlər. İsmaili, Əl-Yəsəyi və Zülkifli də yada sal. Onların hamısı ən yaxşı kimsələrdəndir. Bu bir xatırlatmadır. Allahdan qorxanları gözəl bir qayıdış yeri gözləyir. Qapıları onlar üçün açılmış Ədin bağları. Onlar orada taxtlara dirsəylənib çoxlu-çoxlu meyvələr və cənnətə məxsus içkilər istəyəcəklər. Onların yanında gözlərini ərindən çəkməyən həmyaşıdları olacaqdır. Hesablaşma günü üçün sizə vəd olunanlar bunlardır. Bəli, bu bizim verdiyimiz neymətdir. O, tükənməzdir. Bax belə, şübhəsiz ki, azğınları da çox pis qayıdış yeri gözləyir. İçində yanacaqları cəhənnəm. Ora nə pis yataqdır. Bu, qaynar su və irindir. Qoy onu dadsınlar. Kafirlər üçün əzabın buna bənzər başqa növləri də vardır. Kafirlərin başçılarına deyiləcək, bu sizinlə birlikdə cəhənnəmə girən dəstədir. Başçılar deyəcəklər, onlara salam olmasın. Şübhəsiz ki, onlar odda yanacaqlar. Tabe olanlar deyəcəklər, xeyr, sizin özünüzə salam olmasın.
Bunu bizə siz təqdim edirdiniz. Ora necə də pis qərar tutulan yerdir. Onlar deyəcəklər: Ey Rəbbimiz, bunu bizə kim təqdim edibsə, onun əzabını odda 2 qat elə. Günahkarlar deyəcəklər: Bizə nə olub ki, dünyada ikən pis adamlar saydığımız kişiləri burada görmürük? Biz onları haqsızcasına mı məsxəriyə qoyurduq? Nəysə onlar gözə dəymirlər. Şübhəsiz ki, bu od sakinlərinin bir-biri ilə höcətləşməsi bir həqiqətdir. De ki, mən yalnız xəbərdar edənəm, tək olan, hər şeyə qalib gələn Allahdan başqa məbud yoxdur. O, göylərin, yerin və onların arasında olanların Rəbbidir. O, qüdrətlidir, bağışlayandır. De ki, o böyük xəbərdir, siz isə ondan üz döndərirsiniz. Ali toplum mübahisə apararkən, mənim onlardan heç bir xəbərim yox idi. Mənə ancaq açıq-aydın xəbərdar edən olduğuma görə vəhy olunur. Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib, öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin. Mələklərin hamısı birlikdə səcdə etdi. Yalnız iblisdən başqa. O, təkəbbür göstərdi və kafirlərdən oldu. Allah dedi: Ey iblis, sənə mənim 2 əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi? Təkəbbür göstərdin, yoxsa özünü yüksək tutdun? İblis dedi: Mən ondan daha xeyirliyəm, çünki sən məni oddan, onu isə palçıqdan yarattın. Allah dedi: Çıx oradan, sən artıq rəhmətimdən qovulmuşsan. Haqq hesab gününə qədər lənətim sənin üzərində olacaqdır. İblis dedi: Ey Rəbbim, onlar dirildiləcəkləri günə qədər mənə möhlət ver. Allah dedi: Sən möhlət verilənlərdənsən, vaxtı məlum olan günə qədər. İblis dedi: Sənin qüdrətinə and olsun ki, onların hamısını yoldan çıxaracağam, təkcə sənin seçilmiş ixlaslı qullarından başqa. Allah dedi: Budur haqq, mən yalnız haqqı deyirəm. Mən cəhənnəmi səninlə və sənə tabe olanların hamısı ilə dolduracam. De ki, mən buna görə sizdən heç bir mükafat istəmirəm və mən özümdən bir şey uydurmağa çalışmıram. Bu Qur'an aləmlərə ancaq xatırlatmadır. Siz onun verdiyi xəbəri bir vaxtdan sonra mütləq biləcəksiniz. Əz-Zumər, Zümrələr Suresi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Bu kitab qüdrətli və müdrik Allahdan nazil edilmişdir. Biz kitabı sənə bir həqiqət kimi nazil etmişik. Sən də dinin yalnız Allaha məxsus olduğuna iman gətirərək ona ibadət et. Doğrusu, əsl din ancaq Allaha məxsusdur. Allahı qoyub başqalarını özlərinə dost tutanlar, biz onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik deyirlər. Əlbəttə ki, Allah ziddiyyətə düşdükləri şeylər barəsində onların arasında öz hökmünü verəcəkdir. Şübhəsiz ki, Allah yalançı və kafirləri doğru yola yönəltməz. Allah övlad götürmək fikrində olsaydı, xəlq etdiklərindən hər hansı birini seçərdi. O, pakdır, müqəddəsdir. O, tək olan,
hər şeyə qalib gələn Allahdır. O, göyləri və yeri bir həqiqət kimi yaratmışdır. O, gecəni gündüzə bürüyür, gündüzü də gecəyə bürüyür. O, günəşi və ayı ram etdi. Onların hər biri müəyyən olunmuş vaxtadək hərəkət edir. O, qüdrətlidir, bağışlayandır. Allah sizi tək bir nəfərdən yaratdı. Sonra onun özündən zövcəsini yaratdı. O, sizdən ötürü 8 cüt heyvan endirdi. O, sizi analarınızın bətinlərində 3 zülmət içərisində yaranış ardından yaranışa salaraq yaradır. Bu, sizin Rəbbiniz olan Allahdır. Mülk ona məxsusdur. Ondan başqa heç bir məbud yoxdur. Siz necə də haqdan döndərilirsiniz. Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükr etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qaydacaqsınız. O, sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən O, kökslərdə olanları bilir. İnsana bir zərər toxunduqda Rəbbinə üz tutub təkcə ona yalvarır. Sonra Allah özündən insana bir neymət verəndə o, əvvəlcə kimə yalvardığını unudur və insanları Allahın yolundan çıxartmaq məqsədi ilə ona şəriklər qoşur. De ki, küfrünlə bu dünyada biraz dolan. Şübhəsiz ki, sən cəhənnəm sakinlərindənsən. Məyər gecə saatlarını səcdə edərək və ayaq üstə duraraq ibadət içində keçirən, axirətdən çəkinən və Rəbbinin rəhmətinə ümid bəsləyən kimsə kafirlə eynidirmi? De ki, heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Bundan ancaq ağıl sahibləri düşünüb, ibrət alarlar. Qullarıma mənim bu sözümü de. Ey mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun. Bu dünyada yaxşılıq edənləri yaxşılıq gözləyir. Allahın yaratdığı yeryüzü genişdir. Yalnız səbr edənlərə mükafatları hesabsız veriləcəkdir. De ki, mənə dini yalnız Allaha məxsus edərək ona ibadət etmək əmr olunmuşdur. Mənə həm də müsəlmanların birincisi olmaq əmr olunmuşdur. De ki, Rəbbimə asi olsam, o əzəmətli günün əzabından qorxaram. De ki, mən dinimi məhz Allaha məxsus edərək yalnız ona ibadət edirəm. Siz də ondan başqa istədiyinizə ibadət edin. De ki, şübhəsiz ki, ziyan çəkənlər qiyamət günü özlərini və ailələrini ziyana uğradanlardır. Açıq-aşkar ziyan da elə budur. Onların üstündə də oddan təbəqələr, altında da oddan təbəqələr olacaqdır. Allah öz qullarını bununla qorxudur. Ey qullarım, məndən qorxun, tağuta ibadət etməkdən çəkinib, Allaha üz tutanlara müjdə vardır. Qullarımı müjdələ. O kəslər ki, sözə qulaq asıb onun ən yaxşısına tabe olurlar. Onlar Allahın doğru yola yönətdiyi şəxslərdir. Ağıl sahibləri də məhz onlardır. Haqqında əzab sözü gerçəkləşmiş kimsəni və cəhənnəmdə olacaq kəsi
sənmi xilas edəcəksən? Lakin Rəbbindən qorxanları üst-üstə tikilmiş, altından çaylar axan otaqlar gözləyir. Bu, Allahın vədidir. Allah vədinə xilaf çıxmaz. Məyər Allahın göydən yağmur endirib, onu yer üzündəki çeşmələrə axıtdığını görmürsənmi? Sonra Allah onunla müxtəlif rəngli əkinlər yetişdirir. Sonra onlar quruyur və sən onları saralmış görürsən. Sonra da Allah onları çör-çöpə döndərir. Həqiqətən bunda ağıl sahibləri üçün ibrət vardır. Məyər Allahın köksünü İslam üçün açdığı və Rəbbinin nura yönətdiyi şəxs kafirlə eyni ola bilərmi? Qəlbi Allahın zikrinə qarşı sərt olanların vay halına. Onlar həqiqətən azğınlıq içindədirlər. Allah sözün ən gözəlini, ayələri bir-birinə bənzəyən və təkrarlanan kitab kimi nazil etdi. Rəbbindən qorxanların ondan dəriləri ürpəşər. Sonra isə Allahı yad etməklə dəriləri və qəlbləri yumşalır. Bu, Allahın hidayətidir. Onunla istədiyini doğru yola yönəldir. Allahın zəlalətə saldığı şəxsə isə yol göstərən olmaz. Qiyamət gününün dəhşətli əzabından üzü ilə qorunan kəs möminlə eynidirmi? Zalimlara qazandığınızı dadın deyilər. Onlardan əvvəlkilər də peyğəmbərləri yalançı saymışdılar və buna görə əzab da onlara gözləmədikləri yerdən gəldi. Allah onlara dünya həyatında rüsvayçılığı daddırdı. Axirət əzabı isə daha böyükdür. Kaş ki biləydilər. Biz bu Qur'anda insanlar üçün hər cür məsələlər çəkdik ki, bəlkə düşünüb dərk edələr. Biz onlara heç bir qüsuru olmayan, ərəbcə Qur'an nazil etdik ki, bəlkə Allahdan qorxsunlar. Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağacı olan kişi ilə tək bir ağacı olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir. Əslində, sən də öləcəksən, onlar da öləcəklər. Sonra siz qiyamət günü Rəbbinizin yanında mübahisə edəcəksiniz.